Salamlar dostlar, bugün mən sizlərlə yeni bir videoda sizin qarşınızdayım. Bu videoda yenə mobil İstanbul Guys oynayırıq. İstanbul Guys mənim yəni çox sevdiyim bir oyundur. Parkur oyunudur və mobildə ilk dəfə də oynayıram. Yəni PlayStation 3 və PlayStation 5 cihazlarında İstanbul Guys'ın konsol versiyasını oynamışam. Mobil versiya ilk dəfədir ki oynayıram və yəni səs azaldıb çoxaldığında mobildə oynayıram deyə onu görə bilərsiniz. Yuxarıdan bildirim verirlər. Ondan sonra aldırış etməyəm. Yaxın 20 qoya xərəkmə olmaz. Bir də səsim az dostlar biraz bundan əvvəlki video da Desktop San Andreas videosuydu. Onda biraz pis gəlib. Ona görə oyunun səsini biraz az qoyacağam. Öz səsimi daha yüksək eləməyə çalışacağım ki siz daha yaxşı. Bəzi dostlar burada hardasa bir 10-15 dəqiqəyə yaxın yüklənmə sürəci oldu. Bizə güncəlləmə var idi deyəsən, o güncəlləmə. Yəni sizin üçün onu kəsdim mən, yəni ki siz onu video izləmə görməyəcəksiniz. Çox görürüm, amma mən yəni 15 dəqiqəni oraya ekranlaşma oldum. Yəni sizin üçün bir saniyə ola bilər, mən 15 dəqiqə deyəmə bu ekranlaşma izləyirəm. Nəysə. İndiysə başlayaq oyunumuzu oynayaq. Ən birinci PlayStation-dakı ilə eyni karakter ona baxırdım. Hələ eynisidir. Demək olar. Ana ekranda demək olar ki PlayStation-dakı ilə eynidir. Amma təbii ki də grafiklər biraz daha düşüydü. Çünki PlayStation 5-də 120 FPS verirsə, burada isə 45 FPS kimi bir şeydir. 45 FPS falandır. Çünki inanmam yəni bu 120 FPS olsun. Heç 120 FPS, heç 100 FPS çatamaz. 50 FPS-ə də neyse ben burada alt falan oynamaya uğraşmayacağım. Gəlin oyunumuzu oynayaq. Çünki mən PlayStation-da da onunla uğraşmırdım. Hal-hazırda 24 player'in 24'də, yəni 24 oyuncusu 24'də tapıldı. Burada ranzer var, yəni buna basmaq oyundan çıxmış olacaq. Basmıyorum mən. Buna dinləyək, gözləyirik. Bəzi dostlar bu arada kanala abunə olub like atmağı və yorum yazmağı unutmayın ki mən bir çox video istəyirəm, düşüyə YouTube üzərindən və hansı oyunun videosu görmək istəyirsə olmalı və bu qələvə yapsınızdır. Və dediyim kimi San Andreas videoma baxmışsa bilirsiniz ki demişəm yəni Xbox Series X alacağım yaxınlarda onun da videolar gələcək. PlayStation 5'in və PlayStation 3 videolarını gəlməmişdi deyə soruşsuz onu da cavabı San Andreas'da var. San Andreas'ın linki ya sağ tarafta ya da sol tarafta olacaq. Ona da bir bakmayı unutmayın. Onda hamısı zahir etmişəm ki niyə paylaşmamışam videoda. San Andreas'da tabii ki demişəm ki onlarda var idi. Burada istəyirsə bir dəfə də deyə bilərəm. Amma bir bölümdə baxsaz orada daha detaylı izah etmişəm. Səbəbi odur ki o vaxtda daha çox aktiv deyildim. Biraz sadə səbəb var. Aktiv olsaydım aslında çok yaxşı videolar paylaşabilirdim. Hatta abonem de bu dəqiqə 500 yaxın yox, hatta 5000 yaxın ola bilər. Amma neymək. Hal-hazırda danışılan deyə 12 nəfər üzərindən ikinciyə cəmi size biraz ses pis gelebilir. Bundan evvelki videoda 8'de çok az çektim yani. Ne oldu diye soruşuyorum. Burada ses kalitesi çok az idi. Ses kalitesi çok az idi. Video sesi daha çok idi ona göre. İndi bazarda 17 video sesi az ama size satabileceği şekilde. Ama benim sesimin de daha çok olabileceği şekilde elemeye çalışmam. Burada da 12. oldu. Oyun bitti. Nasıl 3 oyun oynayacağım burada. Deyəsən elə 3 oyundur. Bunun davamının gəlməni istəyirsə yazarsınız. Hələ ki bu seri deyil, tək seri olan aktiv seri hələ ki GTA San Andreas'dir. Çünki sadəcə elə belə bir video var. O istəsəniz yəni burada seri halında, seri halında olmasa belə 3 video, 4 videoluk bir video konsepti halına gətirə bilərik. Burada yaxşıqdandır. Həqiqətən çox şirindir, çox qəşəngdir. Yəni PlayStation-ıma məsəl ayda ay yox, 3-4 həftədir ki oynamıram.
O da yəni mənə nostalji oldu. Rus səfər oynamamağıma rəğmən yenə də çox yaxşı oldu bunu oynamağım. Çünki çoxdan oynamırdım. Yenə deyirəm 3 həftədir, amma yəni gündə 2-3 dəfə oynadım. 3 həftədir oynamıyorum düşünün. Yapmışım benim üçün. Bu mobil versiyasının olduğunu tez öyrəndim əslində. Onu da hardan bildim. Əslində desəm ChatGPT-dən olaraq öyrənmişəm. Telefonda olan PlayStation 5'in oyunları listəsi yaratmışdım oradan. Ayda əziz dostlar, burada 6-cı oldu deyəsən, o düzdür. Round over deyil, yəni qısacası game over. Yox, uzmamışıq. Oyun bitib və biz birinci olmuşuq. Yəni birinci olmuşuq deyəndə o birisi tura keçən tərəfdə olmuşuq. Bu çox əla oldu. İndi görək hansı yerdə oynayacağıq. Lavalı yerdə. Əziz, bir dəfə elə deyirəm, like atıb abunə olmağı unutmayın ki, sizə daha yaxşı oyunlarla tanışdırım. Hansı oyun istəyirsiniz mənə deyim ki, yəni bilim. Düz demişəm, düzmüşəm. Bəli, amma bir dəfə elə sözümü deyim, yəni hansı oyun istəyirsiniz, yəni yoruma yazın ki, oynaya bilim. Hətta PlayStation oyun olsa belə, yəni yazın. Özümdə qeyd edeyim ki, Xbox Series X alanda, yaxud PlayStation alanda onları videosu çəkə bilim. Çünki bundan sonra bacardığım qədər aktiv olacağım. Hər həftə video atmağa çalışacağım. Və dostlar, yəni deyə bilərsiniz sonra istəyirsiniz GTA 3, GTA Vice City, telefonda olanlar deyirəm, Call of Duty, PUBG, Free Fire, Fortnite-da taparam telefonda bir tane. Sonra Max Payne, başqa hansı oyunlar istəyirsiniz deyə bilərsiniz, yəni hamısını, Minecraft, heç bir problem yox. Mən burada bir dənə oyun oynamaq istəyirəm, çünki çox tez uduzdum. Mən birinci olmağını düşünüyordum. Yəni təbii ki, konsantre ola bilmədim oyuna, çünki sinir danışıram ona görə. İnşallah ki, görüntü kalitesi de çox pis deyil. Yaxşı inşallah görürsünüz. Ben pazarlığa yapsaydı çalışdım. Ayda bu Aquapark gəlsəydi o çox yaxşı idi, amma buna da pis deyil, buna da var. Ben burada her yerde oynamışam. Çünki PlayStation'ın en favori oyunlarından biriydi bu. İstanbul Guys, bir de Bubble Guys City'nin elinde bir şey vardı. İki tane deyəsən eyni adamlar eləyir bunu. Yəni eyni yapımcılar düşdüzünüzə. Deyəsən də mən dəqiq bilmiyorum. Önce bizi bir gördük vurup bayrak nasıl yaxşı. Bizi rezil dedi. Ondan vurdum sana topa. Hala çok sıcak duruyor. Sonra lafı yakışıyor. Harikada. Yani arkada olanlardan biri değil. Ama şimdi evet şurada. Oyunun gibi finish'e satın bas ve finish değil. Kafayla yani turu geçti. Turu geçtiyse problemi yok yani. Bunları izlemesen bile aslında. Ben deyirəm, bəzi bildiriblər gələ bilər. Ona da yəni çox fikir verir. Yəni anlamağa çalışın ki, yəni mobil versiyası oynayıram oyunu. Və oyunu keçən tərəfdəyik. Yəni burada sağ tərəfdə olanlardan biriyik biz. Ne olur Aquapark gəlsin. Aquapark. Taxtaya yer gəldi. Geçən biz elə burada durmuşduq, ha? Az önce desem burada düzdük ama bu sefer yani ezəldəki dairə sözüyle intiqam soğuk yemək yemək istəyən getdik. Son roundumuzdur. Yəni belə də elə də round keçsə də keçməsə də yəni videonu bitirəcəm, amma yəni videonu heç olmasa belə bir şeylə bitirmək çox yaxşı. Evvel ucuzluğumuz yerde indi ucunu.
yes. Hatta ikinci oluruq əziz dostlar. Yox, videomu bitirmirəm. İntiqamımızı aldıq. Davam edirik. Finaldayıq deyəsən. Finalda oynayaq. Gəlin buna baxaq bu. Niyə atlanmışdı? Niyə orada? HGTC 20. Bu əslində finişdəydi. Niyə oraya çatmadım mı? Və oyun bitti. Yəni player os altdan xətt VGIV-yə çox pis oluram. Çünki finişdə tam olanda keçməmiş oyun bitti. Amma qabağımıza baxırıq, önümüzə baxırıq. Biz finaldayıq, final oynayırıq. İnşallah çempion olacaq. Aquapark gəlsin. Ne olur Aquapark gəlsin. Az dostlar Aquapark heç su gəlmir. Neyim Aquapark gəlmir. Bakın yenə bal şey gəldi. Honey drop. Ama gəlmir abi. Biz uduzduq. Olmur belə ya. Allah'ım olsun. Yani elədim başlayalım. Neyse. Əziz dostlar, bugünlük çəkil. Yaş buna alaq. Əziz dostlar, bugünlük bu qədər. İstanbul Guys'la sizi maraqlı bir videoya şahid eləmək istədim, amma bilmirəm bunu mənə qədər bacardım ya yox. Yorumlara fikirlərinizi yazarsınız. Bir daha deyirəm, abunə olub like atmağı, bildirimləri açmağı unutmayın ki, mən yeni videolar ata bilim və yeni videolar ata biləndə siz onlardan xəbərdar ola biləsiniz. Və yorumlara hansı oyun istəyirsiniz bir daha deyirəm. Yazın çünki mənim əlimdə çox video fikri yoxdur. Yəni məsələn İstanbul Guys'ı özümdən atmışam da, yəni özümdən fikirləşib çəkmişəm. Amma bilmirəm bu video izlənəcək ya izlənməyəcək. Amma siz istədiyiniz video olsa yəqin ki izlənəcək. Ona görə də dostlar onların hamısını qeyd edərsiniz.